Elmar jurnalistika üçün yaranmış insan idi. Yəni ixtisası jurnalist olmasa da elə bil ki, doğrudan da sözə xidmət eləmək üçün yaranmışdı. Öz analitik qabiliyyəti ilə, araşdırmaçılıq bacarığı ilə, istedadı ilə və cəsarəti ilə çox parlaq bir jurnalistika nümunəsi yaratdı Elmar. O jurnalistika fəaliyyəti ilə xalqımıza, millətimizə, cəmiyyətimizə xidmət elədi. Böyük xidmətlər göstərdi. Əsl jurnalistika necə olmalıdır, əsl araşdırmaçılıq necə olmalıdır, cəsarətli jurnalist necə yazmalıdır, bunların nümunələrini yaratdı. Cəmiyyətə öz-özünü tanımağa kömək elədi. Hakimiyyəti ifşa elədi. Müxalifəti tənqid eləməklə, iradlarını bildirməklə müxalifəti də düşünməyə, öz haqqında düşünməyə çağırdı. Bu cür parlaq jurnalistika nümunəsinə hakimiyyət gözlə bilmədi. Onu bu rejim öldürdü. İlham Əliyev başda olmaqla Əliyev rejimi bu jurnalisti məhv etdi, qətlə yetirdi. Ölümü ilə də Elmar yenə də jurnalistikaya və xalqa xidmət eləmiş oldu. Hakimiyyət başqalarını da aradan qaldırmaq istəyirdi. Elmarın ölümünün doğurduğu ictimai reaksiya, beynəlxalq reaksiya hakimiyyətə dayanmağa məcbur elədi. Hakimiyyət demokratik düşərgəyə, müxalifətə bu cür qətillər seriyası ilə zərbələr vurmaq niyyətində idi. Amma o reaksiya onu o prosesdə dayandırdı. Və indi də Elmara olan münasibət, Elmarın həyatına, yaradıcılığına və qətlinə olan münasibət sözün müəyyən mənasında Azərbaycanda jurnalistikanı, cəsarətli jurnalistləri, ümumiyyətlə cəsarətli, müstəqil fikirli insanları, ictimai siyasi xadimləri, media nümayəndələrini qorumaqda davam edir. Elmarın qatilləri isə nə olur olsun, əvvəl-axır qanun qarşısında cavab verəcəklər. Allah Elmara, onun yaxınlarına, xüsusən ondan nigaran gedən Sabir bəyə rəhmət eləsin. Ömrü boyu da deyirdi ki, mənə söz veriblər, bir həftəyə açacaqlar, bir aya açacaqlar. Amma 11 il keçdiklərə bu qətl açılmayıb, ancaq açılacaq və günahkarlar da qanun qarşısına cavab verəcəklər. Allah rəhmət versin.